Yunus Peyğəmbərin kitabı. Yunus. 1-ci fəsil. Yunusun çağırışı və itayətsizliyi. Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu. Qalx Ninevaya, o böyük şəhərə get və ona qarşı car çək. Çünki oradakıların pisliyi gəlib mənə qədər çatıb. Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi. Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı. Dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı. Gəmiçilər qorxuya düşüb hər biri öz Allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. Gəmi rəisi onun yanına gəlib dedi, sən nə yatırsan? Qalx öz Allahını çağır. Bəlkə sənin Allahın bizi yada salar və biz məhv olmarıq. Gəmiçilər bir-birlərinə dedi, gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi. Püşk atdılar və püşk Yunusa düşdü. O zaman Yunusdan soruşdular, bizə de başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Hardan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan? Yunus cavab verdi, mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram. Onlar çox qorxdu və dedi, sən bunu ne üçün elədin? Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql eləmişdi. Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular, səndən neyniyək ki, dəniz qarşımızda sakitləşsin? Yunus onlara dedi, məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər. Çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib. Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki, dəniz onlara qarşı get-gedə coşurdu. O zaman onlar Rəbbə fəryad eləyərək dedilər, ya Rəbb, sənə yalvarırıq, qoyma bu adamın canından ötürü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın. Çünki sən, ya Rəbb, öz istədiyini eləmisən. Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı. Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim eləyərək əhd elədi. Yunusu udmaq üçün Rəbb böyük bir balıq getirdi və Yunus 3 gün 3 gecə balığın qarnında qaldı.